Sabahınız xeyir olsun. 13 dekabr tarixidir. Həftənin şənbə 6-cı günüdür. Şənbə günü istirahət günlərindən biridir. Hər birimizə xoş istirahət etməyi arzulayıram. Günümüz də xeyirli uğurlu keçsin. 13 dekabr 1808-ci ildə 1-ci Napoleon Madridi tutmuşdur. 13 dekabr 1897-ci ildə Rus ordusu Port Arturu işğal etmişdir. 13 dekabr 1922-ci ildə Bakıda 1-ci Zaqafqaziya Sovetlər Qurultayı başa çatdı. 13 dekabr 1963-cü ildə kosmosdan istifadə haqqında saziş imzalanmışdır. 13 dekabr 1996-cı ildə Kofi Annan BMT baş katibi seçilmiştir. 13 dekabr 1991-ci ildə Pakistan Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 13 dekabr 1994-cü ildə Azərbaycan Respublikası ilə Kolumbiya arasında diplomatik əlaqələr qurulmuşdur. Dinlədiyiniz üçün təşəkkür edirəm.